Dad test edirik. Tadım tamamlanmayınca biliyorsunuz. Bugün size dadından doymaq mümkün olmayan, ləzzətli və yadda qalan ətli bilinçik hazırlayırıq. Əgər siz də hazırsınızsa, başlayaq. İlk olaraq qazı yandırırıq və bamata saxlayırıq. Tavan ocağın üstünə qoyub, içinə seçilmiş ət və rəndelənmiş soğan əlavə edib, əti bişməyə qoyuruq. Ət bişdikcə onu arada qarışdırırıq və üzərinə duz, istiot və süd əlavə edib, qarışdırmağa davam edirik. Duz və istiotu öz ağız dadınıza uyğun tənzimləyə bilərsiniz. Ət bişməyə davam etdiyi vaxt acı biber doğrayırıq və tavaya əlavə edirik. Bizim biberlər o qədər də acı deyil. Ona görə 2 ədəd istifadə edirik. Siz isə acılıq səviyyənizi öz zövqünüzə uyğun seçin. Ətin bişməsinə təxminən 10 dəqiqə qalmış, üzərinə zirinc əlavə edirik. Bu mərhələdə ətə nəzarət edirik. Çünki indi biz keçirik xəmir hissəsinə. Birinci xəmiri üçün diqqətli olun, çünki nisbət vacibdir. Bütün lazım olan ərzaqların miqdarını videonun açıqlama bölgəsinə yazmışam. Bir qaba yumurta, şəkər tozu, duz, duru yağ, un, süd və su əlavə edib mikserlə yaxşıca qarışdırırıq. Mikseri xəmir tam homogen olana qədər işlətməyə davam edirik. Sonra ayrı bir tavana orta odda qızdırıb, xəmirdən videoda göstərdiyimiz şəkildə tökülür. Altı qızaran kimi çeviririk və digər tərəfinə 15-20 saniyə bişirib götürürük. Niyə az bişirdiyimizi birazdan deyəcəyik. Bilinçiklər hazır olduqdan sonra içli üçün hazırladığımız əti bilinçiklərin içində göstərdiyimiz şəkildə əlavə edib bükürük. Mən bir neçəsinin ətini bol edim. Çünki içi çoxlu ət olan bilinçikləri sevirəm. Digərlərində isə standart nisbət saxladım. İçliyi o hissəyə qoyun ki, bilinçikin tam bişmiş tərəfi alt tərəfdə olsun. Az bişmiş tərəfi isə çöldə qalsın. Çünki indi biz bu bilinçikləri son mərhələdə az bişmiş hissəsindən tavada yenidən bişirəcəyik. Və budur, ətli bilinçiklərimiz hazır. Ləzzəti gözlədiyimizdən də qat-qat yaxşı oldu. Əgər videonu bəyəndinizsə, bəyən düyməsini sıxmağı, kanala abunə olmağı və videonu itirməmək üçün yadda saxlamağı unutmayın. Hazırlayan hər kəsə indidən nuş olsun.